Bir neçə gün əvvəl Abşeron rayonunun Mehdiyabad qəsəbəsində Qələbə, Salatın Əsgərova, Ağakişi Ağayev küçələri və digər ətraf yolların uzun müddət baxımsız vəziyyətdə qalması ilə bağlı xəbər yayımlamışdıq. Sakinlər bildirmişdilər ki, ərazidə asfalt örtüyü və kanalizasiya xəttləri yoxdur. Yağışlı və qarlı havalarda yollar keçilməz olur. Gecələr isə işıqlandırmanın olmaması hərəkəti çətinləşdirir. Problem şikayət TV tərəfindən ictimailəşdirildikdən sonra Abşeron rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib. Qurumdan verilən məlumata görə daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yerli özünü idarəetmə orqanlarının büdcələri imkan verdikcə qəsəbə ərazisində yolların abadlaşdırılması işləri həyata keçirilir. Bələdiyyələrin büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasına müəyyən yubanmalar müşahidə edilməkdədir. Buna baxmayaraq küçələrin asfaltlanması həm Abşeron rayon İcra Hakimiyyəti, həm də yerli bələdiyyə tərəfindən daima diqqətə saxlanılır və bu işlər mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda qeyd edilib ki, rayonun yaşayış məntəqələrində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması, küçə və yolların abadlaşdırılması və işıqlandırılması, eləcə də mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına dəstək göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunub.